Son 4 ildə qeyri-hökumət təşkilatlarından Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb və konfranslar təşkil edib. Bu barədə qeyri-hökumət təşkilatlarından Dövlət Dəstəyi Agentliyinin 4 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verilib. Agentliyin əsas istiqaməti 4 il ərzində nə işlər görülüb, bu il hansı tədbirlər nəzərdə tutulub, ətraflı sujetdə. Azərbaycanda azad, peşəkar, heç bir xarici təsir altında olmayan vətəndaş cəmiyyəti formalaşıb. Bu barədə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 4 illik fəaliyyətinə dair keçirilən mətbuat konfransında məlumat verildi. Qeyd edildi ki, son 4 ildə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 14 mövzuda 11 qrant müsabiqəsi elan edib. Bu dövr ərzində qrant müsabiqələrinin icrasına dövlət büdcəsindən 22 milyon manat vəsait ayrılıb. Hər keçən dövr biz qrant müsabiqələrinə qeyri-hökumət təşkilatlarının daha çox müraciət etdiyini görürük. Bu ümumilikdə ictimai etimadın artması deməkdir. Ötən il isə statistika tam rekord səviyyəyə çatmış və 915 müraciət qrant müsabiqəsinə daxil olmuşdur. Agentlik bugünə qədər 5 inkişaf və mübadilə proqramı icra etmişdir. Bu inkişaf və mübadilə proqramlarında 500-dən artıq qeyri-hökumət təşkilatı iştirak edib. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi COP29 zamanı 5 beynəlxalq tədbirə ev sahibliyi etdi. Aprel ayının 28-də isə Bakıda Qlobal Cənub qeyri-hökumət təşkilatlarının platformasının təsis konfransı keçiriləcək. Növbəti ay biz ilk dəfə olaraq Azərbaycanda səhiyyə yönümlü qeyri-hökumət təşkilatlarının iştirakı ilə səhiyyə forumunun keçirilməsini planlayırıq. Bundan başqa bu il keçiriləcək qeyri-hökumət təşkilatlarının forumu Konstitusiya və Suverenlik ili çərçivəsində məhz Xankəndidə keçirilməsi planlaşdırılır. Bildirildi ki, vətəndaş cəmiyyəti nümayəndələrinin qrantlara dair sənəd işləri elektron xidmətlər portalı vasitəsilə aparılır. Yaxın vaxtda elektron portalda plagiat layihələrin daha çevik aşkarlanması, layihələrin icrası dövründə monitorinq və nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün əlavə funksiyalar işə düşəcək. Mətbuat konfransı çərçivəsində qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni loqotipinin təqdimatı da keçirildi. Ülkər Əliyeva, Əziz Əzizov, Nemət İskəndər, ATV Xəbər.